Deməli, uşaqlar, biz indi keçmiş davam edici zaman formasına izah edirik. Keçmiş davam edici zaman forması isə d, ırdı, irdi, urdu, ördü kimi tərcümə olunur. Baxırıq. It is 6 o'clock now. İndi saat 2-dir. Paul is at home. Paul evdədir. He is watching TV. O televizora baxır. At 4 o'clock he wasn't at home. Saat 4-də o evdə deyildi. He was at the sports club. O idman klubunda idi. Görürsünüz, he wasn't at home. He was at the sports club. Uşaqlar, to be, yəni am, is are və yaxud da keçmiş zaman forması olan was were predikativdir. Predikativ nə deməkdir? İsmi xəbərin at hissəsi. Yəni ismi xəbərimiz isim, sifət, say əvəzlik olur. Və o evdə idi. Evdə idi deyirik. Xəbərimizə baxırıq. Evdə idi, idi var. Deməli, bir də nədir? İsmi xəbərdir və biz bunu was were ilə veririk. He was at the sports club. O idman klubunda idi. He was swimming və davam edici zaman forması was were üstə gələk ing ilə düzəlir. Fe'limizin sonuna ing artırmaqla düzəlir. Aha, baxırıq. Burada bir diaqram verilibdir. Deməli, 3:30-da nə eləyib? Üzməyə başlayıb. 4-də he was swimming və he finished swimming. Bitirdi. Üzməyi bitirdi. Və keçmiş davam edici zaman formasında dediyimiz kimi I, he, she, itlə olur. Was, üstə gələ fe'limizin sonuna ing. We, you, they ilə were, yenə üstə gələk fe'limizin sonuna fe'l və sonunda ing. İnkar formasında I wasn't doing, he wasn't doing, sonra we weren't doing. Və sual cümləsində isə was və mübtədadan qabağa keçir. Gəlirdin, oxuyurdun, onlar yazırdılar. What were you doing at 12:30 yesterday? 12:30 da deyə bilərik uşaqlar buna. I'm sorry, 11:30 da deyə bilərik. 11:30 da deyə bilərik. Yəni analog saatla da deyə bilərik, digital saatla da deyə bilərik. Digital clockla da. What were you doing at 11:30 yesterday? Were you working? Sən işləyirdin. What did he say? O nə dedi? I don't know. I wasn't listening. Qulaq asmırdım. Uşaqlar, elə fe'llərimiz var ki, onlar davam edici zamanda işlənə bilməz. Bunlar hansılardır? İndiki davam edici. Hear'dir, see'dir, feel'dir. Bunlar və çoxdur. Prefer'dir. Bunlar davam edici zamanda işlənə bilməz. Sadəcə keçmiş sadə, indiki sadə zamanda işlənə bilər. Və qulaq asmırdım, amma eşitmirdim deyəndə biz eşitmədim deyirik. Eşitmədim. I didn't hear. I didn't hearing. I wasn't hearing demirik. So it was raining. Yağış yağırdı. Belə. Və baxırıq, sözün sonu E hərfi ilə qutararsa E düşür ing. Bir heca olarsa samit, sait, samit olur. Bir hecadan ibarət olursa sonuncu samit qoşalaşır. Nə olmalıdır şərtimiz? Samit. Bir heca, samit, sait, samit olmalıdır. Və sözün sonu i edirsə lay. Bu olur l, y, inıq, lay. Bunları da yadımızda saxlayaq. İndiki davam edici zamanda o I'm working, mən indi işləyirəm. I was working, mən işləyirdim. Belə. Yenə deyirəm, bizim əsas lazım olan indiki sadə, indiki davam edici, keçmiş sadə, keçmiş davam edici zamanlarımızı bilməyimizdir ki, şəkil təsvirində bunlardan istifadə edə bilək. Baxırıq çalışmalarımıza uşaqlar, çalışmalarımıza da diqqət eləyək. Baxırıq. Jack, Rachel was at home. Rachel evdə idi. Keçmiş sadə və keçmiş davam edicidən istifadə edirik. She was watching TV. O televizora baxırdı. Jack and Kate were at the cinema. Were at the cinema. Kinoteatrdaydılar. They were watching a film. Onlar filmə baxırdılar. Və şəklimizi təsvir edirik. Bunların əksəriyyəti şəkil üzrə təsvirdir ki, sizin üçün yaxşı bir practice olar şəkil təsviri üçün. Və burada isə baxırıq, 8:45-də nə edirdi? 8:45-də maşını yuyurdu. She was washing her car.
10:45-də nə edir uşaqlar? 10:45-də tenis oynadı. She was playing tennis. Baxırıq. She şəklimizi təsvir edirik uşaqlar. She was playing tennis. Ümid edirəm bu da aydın olar sizə və burada isə deyir ki, lazım olduqda what və why, yəni xüsusi sual cümlələrinə ehtiyac olduqda istifadə edin, olmasa ümumi sual cümlələrindən istifadə edirik. Əgər və cavablarımıza əsasən, əgər cavablarımızda no, yes varsa biz ümumi sual cümləsindən, yox spesifik cavab varsa xüsusi sual cümləsindən istifadə edirik. Məsələn, at 2 o'clock. Deyir, neyinirdin ki? Saat 2'de neydin? Bu, yatmıştım. Yatmıştım. Deməli, sual verir ki, neyinirdin? Onda biz buna sual verir ki, what were you doing? What were you doing? Dünən neyinirdin? Yatmışdım. Aha. No, it was sunny. Yox, günəşliydi. Was it raining? When you got up, sən yuxudan uyananda yağış yağmışdı, yağırdı. O da deyir, yox, günəşli idi. Was it raining? Deyəcəksiniz ki, amma burada when var. Bu when sual cümləsi deyil. Bu when anda əndə bildirir. Mürəkkəb cümlə düzəldir. Yəni sən yuxudan uyandığın zaman, sən yuxudan oyananda yağış yağırdı, olur burada. Was it raining when you got up? Belə. Və növbəti sonuncu çalışmamıza da baxaq. Aha, şəkil təsvir edirik. He wasn't wearing a jacket. Jacket deyil. T-shirt, koftadır, nədir bilmirəm. He wasn't wearing. Əlində çantası varmı? Var, bəli. Ona görə yazırıq. He was carrying a bag. Onun əlində çanta var idi. He was carrying a bag. Onun əlində çantası var idi. Diş həkiminə gedir? Yox. Yazılır ki, he wasn't going to the dentist. He wasn't going to the dentist. Belə uşaqlar. Çalışmamız da bu qədər. Səhər xanınıza uğurlar.